Sabah üzrə onun sonrası mətbuat konferansında hər biriniz xoş gördük. Əvvəlcə baş məşqimiz Valdas Tamburovskis oyuna bağlı fikirlərini bildirəcək. Daha sonrası suallarınızı ünvanlaya bilərsiniz. Please what's your first comments about this match? Well, good game. I think for the fans again, it's like always with Sabah, is a lot of goals, conceded 2, scored 2. I think from the first minute we were the team that wanted to win, and from the first till the last minute we played. We were loyal to our principles, how to play, to possess the ball, to press, to attack. Of course, congratulations to Zira, because I think they came for the point and they got the point, and where they had a good plan and made it very difficult for us. But I'm really happy how my players, third game in a row, responded, even losing after first half, came back into the game, and I think we had enough moments to first half and even second half, especially at the end. It was that feeling that another 2-3 minutes and we will score. Unfortunately, not our day today, but okay, we have to move on. That game is in history already. Training tomorrow and to prepare for double games against Karabakh next week. Mən ilk öncə onu qeyd edə bilərəm ki, bugün həqiqətən də çox yaxşı bir oyun alındı. Azarkeşlər üçün də çox yaxşı bir oyun oldu, çox qollu bir oyun oldu. 2-2 qollu bir oyuna şahid oldular. İlk dəqiqədən etibarən və sonuncu dəqiqədən etibarən sadəcə qalib gəlmək üçün meydançaya çıxmışdıq. Meydançada qalib gələn tərəf olmaq istəyirdik. Biz əvvəldən sonadək bütün öz oyun prinsiplərimizə sadiq qaldıq. Topa daha çox nəzarət edirdik, daha çox pressing edən, daha çox hücuma keçən komanda biz idik. Zirəyi də təbrik etmək istəyirəm. Yəqin ki, onlar bura bir xal üçün gəlmişlər, yəqin ki, o xalı əldə etdilər. Yaxşı oyun planları var idi bugün. Onları da təbrik edirəm, yaxşı oyuna görə də. Öz komandamı da təbrik edirəm. 3 oyundur ardıcıl. Birinci hissələrdə hesabda geri düşsək də özümüzdə cəsarət, cürət tapıb oyunu bərabərləşdiririk. Birinci hissədə və ikinci hissədə bizim həqiqətən bugün çoxlu qol fürsətlərimiz oldu. İkinci hissə sanki elə təsərrüat yarandı ki, əlavə 3-4 dəqiqədə vaxt olsaydı fərqlənən tərəf biz olacaqdıq. Onu qeyd edə bilərəm ki, bugün bizim günümüz deyildi. Amma nə edə bilərik? Artıq bu oyunu unudub davam etməliyik. Sabahdan etibarən məşqimizə, bərpa məşqimizə köklənməliyik və qarşıdan ondan sonra Qarabağla olacaq 2 dənə görüşümüzə hazırlanmalıyıq.